Demək, xanım ikinci video çəkirəm. Xanım yazmışdı ki, turba idmanını elədim, başım ağrıdı. Mən də yazdım ki, yəqin ki, siz tox qarnı eləmisiniz və yaxud da ki, su içib eləmisiniz. Xanım abratını həmən videonun altından yazıb. Çox sağ olun qardaş, Allah razı olsun. Düzdür, tox qarnı etmişəm. Bəli. Bax, siz çox insan orqanizmini tanımır. Biz qidalanandan sonra, artıq 5 dəqiqə, 10 dəqiqə sonra qanın əsas tərkibi yönəlir mədə-bağırsaq sisteminə həzmlə məşğul olur. Orqanizm belədir. Allah sistemi belə yaradıb. Artıq beyinə qan axışı, gedişi azalır. Beyinə qan dövranı azalır. Onun üçün də artıq beyin toxuması düzgün qidalana bilmir. Ona görə də fikir vermisinizsə, biz qidalanandan sonra bizə elə bir yuxu gəlir. Belə həzin bir şey gəlir, yatmaq istəyirik. Yəni qanın əsas tərkibi mədə-bağırsaq sistemindədir. Ona görə də hər zaman deyirəm ki, qidalanıb gedib idmanı eləməyin, su içib idmanı eləməyin. Əgər qidalanmısınızsa, 2 saatdan sonra məşq eləyin, bədən tərbiyəsi və yaxud da ki, az qarnı eləyin. Bax, sistem belədir. Fayda görməyənlər bax belə eləyirlər, bu cür eləyirlər. Düzgün eləmirlər və yaxud tox qarnı eləyirlər, hərəkəti düzgün eləmirlər, turbanı belinə qoyur. Bir deyir şilabranı eləyirəm, bir deyir taxtanı eləyirəm. Yox. Kim ki fayda görmürsə, video təkrar-təkrar baxsın və mən bu sözlərimi yadına salsın, bismillah eləyib düzgün eləsin.